Frazeoloji birləşmələr sabit söz birləşmələrdir və məcazi mənalıdır. Deməli, nəyi yadda saxlamalıyıq? Sabitdir, yalnız məcazi mənadır, həqiqi mənada ola bilməz və dildə hazır şəkildədir. Bunlar əsas qaydalarımızdan biridir. Niyə sabit birləşmədir? Çünki biz dəyişə bilmirik tərkibcə. Tərkibinə söz əlavə eləmək, söz çıxarmaq, hansısa bir sözü dəyişmək mümkün deyil. Sabit bir birləşmədir və yalnız məcazi mənadadır. Həqiqi mənada olan birləşmələr frazeoloji birləşmə sayılmayacaq. Ora diqqət eləməli ki, məcazi məna olsun və dildə hazır şəkildədir. Frazeoloji birləşməni biz özümüz yaratmırıq. Dildə hazır şəkildə var və onları istifadə edirik. Deməli, sabit dediyimizə görə indi bundan davam edək. Frazeoloji birləşmələrlə bağlı belə bir qeyd yazırıq ki, frazeoloji birləşmələr tərkibcə dəyişmir. Bu nə deməkdir tərkibcə dəyişməmək? Yəni, frazeoloji birləşmələrin tərkibinə söz əlavə etmək. Söz çıxarmaq. Söz dəyişmək. Olmaz. Məsəl üçün deyirəm ki, başına qaynar su töküldü. Bunun arasına bir söz əlavə edə bilmərik və ya hansısa bir sözü çıxara bilmərik. Sözün hansısa birini dəyişə bilmərik. Ona görə bu qaydanı mütləq şəkildə yadda saxlayırıq ki, tərkibcə dəyişmir. Amma çaşdırıcı ikinci bir qeydimiz də var ki, frazeoloji birləşmələr formaca dəyişir. Bəzən uşaqlar bunu qarışdırır. Formaca dəyişmək nədir? Yəni, qrammatik şəkilçi qəbul etmək. Biz frazeoloji birləşmələrə qrammatik şəkilçi artıraraq formasını dəyişə bilərik. Deyirəm ki, məsələn, dilotu yedi, dilotu yeyəcək, dilotu yemişdi, ağzından su alıb oturmuşdu. Bununla da biz formaca dəyişə bilirik. Deməli, əsas qaydalarımız nədir? Sabitdir, yəni dəyişməzdir, tərkibcə dəyişmir, söz əlavə etmək, söz çıxarmaq, söz dəyişmək mümkün deyil. Yalnız məcazi mənadadır, həqiqi mənada ola bilməz və daha sonra isə dildə hazır şəkildədir, biz özümüz frazeoloji birləşmə yaratmırıq. Sonra formaca dəyişir, amma tərkibcə dəyişmir. Bir də frazeoloji birləşmələrin də sinonim, antonim, amonim olur. İkinci bir qeydimizi yazaq. Deməli, frazeoloji birləşmənin sinonim, antonim, amonimi yalnız frazeoloji birləşmə olmalıdır. Bu nə deməkdir? Yəni, biz adi bir dənə sözlə, bir dənə frazeoloji birləşməni yanaşı qoyub görsək ki, məna eynidir, biz bunu sinonim götürə bilmərik. Çünki qayda budur ki, hər ikisi frazeoloji birləşmə olsun. Və ya biri həqiqi, biri məcazi mənadır. Məna eyniyə gəlsə belə biz onu frazeoloji sinonim götürə bilmirik. Çünki frazeoloji birləşmənin qaydası budur ki, məcazi məna olmalıdır. Və ya eyni qayda antonim, amonimə də aiddir. Məsələn, deyirəm ki, zəncir çeynəmək. Cin atına minmək. Bir də əsəbiləşmək. 3 dənəsini yazdım. Bunlardan baxaq ki, hansılar bir-birinə sinonimdir. Hər üçü eyni mənaya gəlir. Əsəbləşmək mənasındadır. Zəncir çeynəmək məcazidir, hazır şəkildədir, dəyişmir. Deməli, frazeoloji birləşmədir. Cin atına minmək də eyni qaydada. Amma əsəbləşmək bir dənə sözdür. Yadda saxlayaq ki, frazeoloji birləşmələr ən azı 2 və daha artıq sözdən ibarət olmalıdır. Əsəbləşmək burada artıq frazeoloji sinonim ola bilməz. Və ya, məsələn, deyək ki, can verdi, öldü. Sayıla bilməz. Çünki öldü adi bir dənə sözdür, frazeoloji birləşmə deyil. Və amonimlikdə də eyni qayda var ki, həm həqiqi, həm məcazi mənada işlənə bilənləri biz amonim götürmürük. Məsəl üçün, yola düşdü.
Deyirəm ki, nənəm kəndə tərəf yola düşdü. Bu məcazi mənadır. Çünki yola düşmək burada məcaziləşibdir. Frazeoloji birləşmə sayılır. Amma top yola düşdü desək, frazeoloji birləşmə sayılır. Ona görə bunu biz frazeoloji amonim götürə bilmərik. Və ya burnun ucu göynəmək. Bu da testlərdə çox qabağımıza çıxır. Göynədi tutaq ki, bir soyuqdan donmaq mənasında, üşümək mənasında var ki, biz bunu həqiqi mənada götürürük və frazeoloji birləşmə sayılmır. Bir də darıxmaq mənasında var, amma darıxmaq mənada frazeoloji birləşmədir, çünki məcazi mənadadır. Amma yenə də amonim sayılmayacaq, çünki biri həqiqi, biri məcazi mənadadır. Bu tip birləşmələrimiz çoxdur, yəni əsas olaraq yadda saxlayaq ki, həm həqiqi, həm məcazi mənada işlənirsə, onları qəti şəkildə frazeoloji amonim götürmürük. Amma dilimizdə frazeoloji amonimlər də var. Məsəl üçün deyək ki, can vermək. Bir öldü mənasında deyə bilərik, bir də yaşadı, dirildi mənasında. Yağış bitkilərə can verdi, diriltdi, xəstə ölüm yatağında can verdi. Bu da artıq öldü mənasındadır və frazeoloji amonim sayılır. Və ya üz vermək. Bir də burada verilən nümunələrə diqqət edək. Buradakı nümunələrdə testlərdə çox qabağımıza çıxır. Bu frazeoloji birləşmələr, yəni burada verilənlər amonim sayılmayacaq. Niyə amonim sayılmır? Çünki həm həqiqi, həm məcazi mənada işlənə bilir. Onu yadda saxlayaq ki, həm həqiqi, həm məcazi mənada işlənə bilirsə, bu amonim sayılmayacaq. Qaydamız var ki, frazeoloji birləşmənin sinonim, antonim, amonimi frazeoloji birləşmə olmalıdır. Deməli, verilənlərimizə baxaq. Gözü açılmaq, burnun ucu göynəmək, başa vurmaq, yerə salmaq, yanıb tökülmək, söz götürmək, dili qurumaq, ayağından çəkmək, əlindən tutmaq, əldən düşmək, yoldan çıxmaq, axırına çıxmaq. Bunlar hamısı həm həqiqi, həm məcazi məna ola bilər. Ona görə də frazeoloji amonim götürmürük. Bir də digər qaydamızı yadda saxlayaq mütləq şəkildə. Deməli, olmaq, etmək, eləmək sözləri və bilmək sözləri. Deməli, ol, et, elə, bil, bir də qıl sözünü yadda saxlayaq ki, bu sözlər frazeoloji birləşmə yaratmayacaq. Dost olmaq, kömək etmək, yardım eləmək, yaza bilmək, oxuya bilmək, namaz qılmaq. Bunların heç biri frazeoloji birləşmə sayılmır. Mütləq şəkildə testlərdə diqqətli olaq. Güvəndə belə bir sual var idi, deyir, naz qəmzə etmək. Bunu frazeoloji birləşmə kimi vermişdilər variantda, səhv variantdır. Yəni deyirdik ki, hansı frazeoloji birləşmə deyil. Biz variantdan naz qəmzə etmək olanı götürməliydik. Çünki olmaq, etmək, eləmək frazeoloji birləşmə yaratmır. Bir neçə istisna tipli sözlərimiz var. Amma belə istisna deyirik ki, onlara ol, et, elə ilə yaranıbdır, frazeoloji birləşmə sayılır. Sayılmaz səbəbi də ona görədir ki, həmin sözlər birlikdə öz həqiqi mənasını itirib məcazi mənanı ifadə edir. Yəni o birləşmənin özü tam-tamına məcazi mənadadır. Öz ilkin mənasından uzaqlaşıbdır. Ona görə onları biz frazeoloji birləşmə götürürük. Məsələn deyirəm, ağ eləmək deyə bilərik və ya ciyərli olmaq deyə bilərik ki, bunların hamısı frazeoloji birləşmədir. Yəni məcazi mənaya gəlibdir, məcaziləşdiyinə görə. Qalan digərlərində olmaq, etmək, eləməyi biz frazeoloji birləşmə götürmürük. Burada indi istisna nümunələrimiz də var, ona da baxaq. Həmin o dediyimiz olmaq, etməklə bağlı yaranan frazeoloji birləşmələrə. Deməli, birinci olaraq baxırıq, ağlı başında olmaq. Birlikdə məcazi mənadadır. Yəni, ağıl başda olmaq, bunların hamısını məcaziləşibdir. Frazeoloji birləşmədir. Ağzı isti yerdə olmaq, ağ olmaq, can üstə olmaq, ciyərli olmaq, dili gödək olmaq, ağzına yiyəli etmək, başa qaxınc etmək, başı bədəninə ağırlıq etmək, dilini bilmək, danışığını bilməmək, fürsət bilmək kimi nümunələrimiz var ki, biz bunları frazeoloji birləşmə götürürük. Amma yenə dediyimiz qaydanı yadda saxlayaq ki, olmaq, etmək, eləmək, bilmək, qılmaq normalda frazeoloji birləşmə yaratmır. Yaratdığı nə vaxt olacaq? İlkin mənadan uzaqlaşıbsa. Buradakı nümunələri yadda saxlasaq kifayət eləyir. Yəni testlərdə qabağımıza çıxanlar bunlar olacaq. Və son olaraq da onu yadda saxlayaq ki, frazeoloji birləşmələr demişdik ki, tərkibcə dəyişmir. Yəni biz tərkibinə söz əlavə eləmək, söz çıxarmaq, sözü birini dəyişmək mümkün deyildir. Eyni zamanda frazeoloji birləşmələr parçalana bilmir. Bu nə deməkdir? Yəni
Sintaktik təhlil zamanı biz frazeoloji birləşmələri birlikdə bir dənə cümlə üzvü götürürük. Hamısı birlikdə ya mübtəda olur, ya xəbər olur, ya tamamlıq olur. Fərqi yoxdur. Hamısı birlikdə getməlidir, parçalanmır. Və onu da yadda saxlayaq ki, frazeoloji birləşmələr ismi xəbər də ola bilər, feili xəbər də ola bilər. Hər ikisində ola bilir. Mübtəda da ola bilər və ya digərləri də ola bilər. Sadəcə testlərin birində bunu çaşdırmışdı. Yazmışdılar ki, frazeoloji birləşmələr yalnız feili xəbər olur və ya ismi xəbər ola bilmir. Bax, belə bir test idi, səhv fikirdir. İsmi xəbər də olar, feili xəbər də olar. Bunu xəbər mövzusunda ətraflı şəkildə deyirik ki, əgər frazeoloji birləşmə məsdər formasında, feili sifət formasındadırsa ismi xəbərdir. Yox, əgər feilin şəkilləri formasındadırsa, əmr, arzu, xəbər, vacib, lazım, bu tip şəkillərdədirsə feili xəbər olacaq. Məsələn, deyirəm ki, o cin atına minəcək. Burada artıq zaman xəbərli şəkilçisindən gedir deyə feili xəbərdir. Deyirəm, onun elə adəti cin atına minməkdir. Maqmək var deyə ismi xəbər olacaq. Yadda saxlayaq ki, məsdər və feili sifət ismi xəbər yaradır.